Quran-ı Kərimdə buyurur ki, "Qul hal nunabbiukum bil akhsarin a'mala." İstəyirsiniz sizə əli boş olanları göstərər qiyamət günündə əməl nöqteyi nəzərindən əli boş olan insanlardan xəbər verək. "Ellezina dalla sa'yuhum fil hayatid dunya ve hum yahsabuna annahum yuhsinuna sun'a." Gecə gündüz dünya üçün çalışıb, amma elə güman edir ki, hidayətdədir, düz yoldadır, yaxşı iş görür. Bu insanlar ən bədbəxt insanlardır. Yəni bütün səyi təlaşı, bütün fikri zikri, dünyanın az nemətlərini, rifahını əldə etməkdir. Bunun niyyəti budur. Amma elə başa düşür ki, böyle axirət üçün çalışır. Bunun niyyəti düz deyil deyə Allah buyurur, elə bu dünya üçün çalışır. Namaz qılır, yuraunan nas, riya edir. Yəni dünya əldə etmək, cəmaat desin bu yaxşı oğlandır, bu düz adamdır. Buna etibar eləsinlər. Ehsan da verir, özünü reklam etməkdən ötürü. Niyyəti elə dünyadır.